Qadın voleybolçuların yüksək liqasına ilk uğurlu. Azerbaycan və Abşeron komandaları arasındakı ikinci final qarşılaşması Milli Gimnastika arenasında reallaşdı. İlk görüşdə yarımada təmsilçisi hər üç seti aktivinə yazdırmışdısa, dəmiryolçular son görüşdə vəziyyəti dəyişə bildilər. Azerbaycan quru hesablı qələbəsi ilə tarazlığın bərpa edildiyi jütün taleyinə qızıl setdə aydınlıq gəldi. Tarixi geri dönüşlə son çempion titulunu qorumağı bacardı. Bundan sonra qaliblərin mükafatlandırma mərasimi oldu. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Skiric, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov iştirak etdi. Qadın voleybolçuların yüksək liqasında 3-cü yerə sahib çıxan Milli Aviasiya Akademiyasına bürünc. Finalda əzmkar mübarizə ilə yadda qalan Abşerona gümüş medallar təqdim olundu. Liqanın qızıl mükafatçısı Azerbaycan növbəti dəfə kuboku qaldırmağı bacardı. Bütün komandamız üçün gözlənilən, lakin çətin bir qələbə oldu. Yüksək liqada oynayanda komandamda müəyyən çətinliklər yaşanmışdı. Biz sonluğa doğru bu çətinliklərin öhdəsindən gəlib qalib ola bildik. Finalın ilk oyununda Abşerona 0-3 uduzmağımıza baxmayaraq sonadək qələbəyə inanırdım. Maçdan sonra bəzi təhlillər apardıq və o istiqamətdə işlədik. Voleybolda əsas məsələ sona kimi inanmaqdır. Biz bunu inam sayəsində bacardıq. Finalın ilk oyununda 0-3 hesabı ilə uduzsaq da qalib gələcəyimizə inanırdıq. Biz bir komandayıq, mübarizə apardıq və bir-birimizə güvəndik. Tüm sezon boyunca liderdik. Açık ara liderdik hem de. İlk maçı da 3-0 kazanmıştık. Burada 2 set almamız yeterli olacaktı. Fakat olmadı. Bugün günümüzde değildik. Azerbaycan takımını da tebrik ediyorum. Gerçekten çok iyi oynadılar. İdmanda hər şey mümkündür. Bürünc üçün oynayanda meydana qələbə üçün çıxmışdıq. Final maçı da rəqabətin necə güclü olduğuna bir sübutdur. Biz də medalı qızıl setdə qazanmışdıq. Mərasim zamanı yüksək liqada fərqlənən oyuncular da mükafatlandırıldı. Azerbaycan'dan Anastasiya Şüpyanova ən dəyərli oyuncu, Milli Aviasiya Akademiyasından Sona Atayeva ən gənc və perspektivli oyuncu, rəmzi komandanın ən yaxşı top paylayıcısı Azerbaycan'dan Kveta Grabovska, ən yaxşı hücumçular Abşerondan Nikolina Başnakova və Milli Aviasiya Akademiyasından Daniela Jakovic, ən yaxşı libero Gəncədən Yuliya Kərimova, ən yaxşı orta oyuncular Abşerondan Anastasiya Mirtsalova və Milli Aviasiya Akademiyasından Vera Klimovic, ən yaxşı diagonal oyuncu Abşerondan Katerina Zitkova seçildi.